Salam hər bir kəsə. Bugünkü video izahımız 190 və 191-ci suallar olacaq və bunlar da Güvən 2025 test toplusundandır. Vaxt itirmədən izaha başlayaq. Deyir ki, yerin xəyal oxunun orbit müstəvisi meyilli dəyişim, yəni meyilli bucağın dəyişməsi nəticəsində tropik işıqlanma quşağının şimal və cənub səthləri arasındakı ən qısa məsafə 8 milyonluq miqyaslı xəritədə 88,8 sm verilib. Ə, Və bura yay gündüzlərində günəş şüalarının düşmə bucağını hesablayın. Yəni Bakı şəhərinə düşmə bucağını hesablayacaq. İlk öncə nə edirik? Bu bilirik ki, bizim ekvator xəttimizdir və burada şimal tropiki, burada isə cənub tropiki verilib. İndi nə edirik? Bunlar arasında məsafə xəritədə 88,8-dirsə, miqyas da nə qədərdir? Deməli 8 milyon. Biz 100 min santimetrə bölürük. Yəni 5 dənə sıfırı silirik. Yerdə qalır 80. Və 80-i də miqyasın, kəmiyyətin vururuq xəritədəki məsafəyə. Yəni 80 vuracaq 88 tam onda 8-ə. Bu da edəcək 7000 deməli 104. Deməli 7104 kilometr edir. Daha sonra biz nə edirik? Bunu böləcək 1 dərəcəlik meridian kosinus uzunluğuna. Tapdıq ki, deməli şimal tropiki ilə cənub tropiki arasındakı məsafə nə qədərdir? 7104 və biz bunu dərəcəyə çevirək ki, çünki məsələmiz ona uyğun hesablanıb. 7104-ü bölürük neçəyə? Təbii ki, 111-ə. Bu da edəcək 64 dərəcə. Deməli, şimal tropiki ilə cənub tropiki arasında 64 dərəcə fərq varsa və ekvatordan da bərabər məsafədə yerləşirsə, deməli 32 şimal enliyi və 32 cənub enliyində yerləşir. Və biz nə edirik? Burada Bakı yerləşir 40 dərəcə şimal enliyində və bura günəş şüalarının düşmə bucağının yay gün dönümündə hesablamaq lazımdır. Bilirik ki, yay gün dönümündə günəş şüaları e, belə deyək də, yəni şimal tropiki üzərində zenitdə olur və indi yer orbit müstəvisinə meyilli bucağı dəyişib və tropiklər 32-dən keçibsə, bu zaman Bakıda 40-da yerləşirsə, eyni yarımkürədirsə, 40-dan 32-ni çıxırıq, yerdə qalır 8, 90-dan da 8-in çıxırıq, yerdə qalır 82. Yəni D variantı uyğun variantdır. Sonra coğrafi koordinatları 10 dərəcə cənub enliyi, 90 dərəcə qərb uzunluğunda olan A məntəqəsi. Biz ilk öncə coğrafi koordinatları çəkək. Burada bir dənə 10 dərəcə cənub enliyini qeyd edək. Daha sonra 90 dərəcəni də elə hazır verib. Deməli, A məntəqəsi təxminən yerləşir burada. İndi bizə deyir ki, ə, A məntəqəsi sxemdə göstərilmiş ərazilərdən hansında yerləşsəydi, il ərzində gecə-gündüz uzunluqları arasındakı fərq mövcud yeri ilə müqayisədə daha çox olardı. Baxın, ekvatora yaxın ərazilərdə, ümumiyyətlə ekvatorda biz deyirik ki, 12 saat gecə, 12 saat isə gündüz olur. Yəni bu bütün fəsillərdə bu formadadır. Və ekvator yaxın ərazilərdə də təxminən gecə və gündüzün uzunluqları bir-birinə bərabər sayırıq. İndi bizə deyir ki, gecə gündüzün uzunluqları daha çox olsun da, yəni ekvatordan daha uzaqda yerləşsin. O zaman deyəcək ki, ikinci məntəqə, yəni 40 dərəcə şimal enli. Bu da doğru cavab B variantıdır. Bu qədər izlədiyiniz üçün təşəkkürlər.